Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov daha bir cinayət əməlinə yol verdiyini efirdə etiraf edib. Açıqlaması ilə özünü və ailəsini də ifşa edən şərurlu İsfəndiyar övladlarına saxta yolla rüşvətlə diplom aldığını deyib. Onun dediyi sözlər müzakirələrə səbəb olub. Ortaya maraqlı bir sual çıxır. İsfəndiyar Axundov bu diplomları neçənci ildə satın alıb? Global Info Az bu sualla Sabiq Təhsil Naziri Misir Mərdanova müraciət edib. Misir Mərdanov İsfəndiyar Axundovun dediklərinin həqiqətə uyğun olmadığını bildirib. Əvvəla onu qeyd edeyim ki, Azərbaycanda heç vaxt diplom satılmayıb. İnsanlarda yanlış fikir formalaşdırırlar. Necə yəni diplomu alıb? Bəli, ola bilər onun övladı universitetə hansısa yolla qəbul olub, amma dərsə gəlməyib və ya az gedib. Lakin dərsə gəlmədiyi halda saxta qiymətlər yazılması mümkündür. Qiymətin yazıldığı üçün də onlara diplom verirlər. Bu o demək deyil ki, nazir kiməsə diplom satıb. Adam çıxıb ağzına gələni danışır, saytlar da bunu tirajlayır. Belə şey yoxdur, heç vaxtda olmayıb. Nə məndən öncə, nə mənim zamanımda, nə də məndən sonra. Bundan əlavə, Misir Mərdanov İsfəndiyar Axundovu aldatmaqda günahlandırıb. Şərurlu İsfəndiyar cəmaatla bir növ oynayır. Vətəndaşların başına oyun açan birindən nə gözləyəsən? İsfəndiyar Axundov bir evi 5 adama satan biridir. Elə bilir ki, özü bir evi 5 adama satdığı kimi diplom da satılır, deyə Misir Mərdanov açıqlamasında bildirib.